Həftələrlə, 10 günlərlə zibil qalır, yığılır, infeksiya bütün yayılır rayon qəsəbə ərazisinə. 5 mərtəbə yaxındır, zibil yeşiyi də dibindədir. Oradan bütün üfunət hamısı yayılır. Hazırda biz Siyəzən şəhərinin mərkəzi ərazilərindən olan Xətai küçəsindəyik. Gördüyünüz kimi məişət tullantıları vaxtında daşımadığı üçün qalaqlanaraq bax belə xoşa gəlməz bir mənzərə yaradıb. Amma ən təəssüf edici məqam ondan ibarətdir ki, bu vəziyyət təkcə burada deyil. Siyəzən şəhərində hər addım başı belə bir xoşa gəlməz görüntü ilə rastlaşmaq mümkündür. Sakinlər deyirlər ki, antisanitar vəziyyət heç də yeni deyil. İllərdir bu problemdən əziyyət çəkirlər. Təchizat yoxdur, daşınma yoxdur. Bir nəfər adam işləyir, 10 nəfər rəhbərlik eləyir o adama. Deyirsən ki, ay bala, ay qardaş, bunu süpürüb yığmaq lazımdır, atmaq lazımdır, bir yerə yığmaq lazımdır ki. Od vurur, çıxır gedir buna. Odaya qalır, gözüm çəkər üstündə, indi bayağı hələ biraz yığıblar güya, yığıblar bir yerə. İtlər dağıdır, inəklər, mallar dağıdır. Bəzi ərazilərdə isə məişət tullantıları daşınmaq əvəzinə yandırılır. Aparmağın dərdindən yandırırlar. Bütün evləri his basır, bütün evlərə iyi gəlir. Pəncərə açmaq olmur. Ağcaqanadlar bir tərəfdən. Üfunətdir də. Siyəzən rayon kommunal müəssisələr kombinatından yaranan vəziyyəti texnika azlığı ilə əlaqələndirdilər. 30 min əhalisi olan şəhərin zibili cəmi 3 maşınla daşınır. Çalışırıq maksimum şəkildə şikayətləri minimum səviyyəyə endirək. Şikayət olmasın, ancaq elə cəhətlər, elə işlər də var ki, məsələn bizim iradəmizdən asılı olmur. Köhnə maşındır, 15 ilin maşınıdır. Bir də görürsünüz ki, yanan yerdə maşın xərab olur və günlərlə onun təmirinə vaxt ayrılır. Çəkilişimizdən xəbər tutduqdan sonra kombinatın əməkdaşları tullantıların yığışdırılmasına başladılar. Yaxın günlərdə isə canlı qüvvə və texnikanın gücləndirilmiş rejimdə işə cəlb olunacağı deyildi. Rauf Əhmədov, Elçin Qurbanov, Sabir Bilalov, ASTV xəbər.